Yox, salam millət. Mən səni yenidən salamlayıram. Ona görə ki, meyxana çempionatı yenidən efirdədir. Amma bugünkü proqramımız heç bir bayrama təsəvvür etmədi. Ona görə də mən sənə bildirirəm ki, meyxana bizim üçün hər an bayramdır. Start tapancası yenidən məndə, Emində. Bunu sən bilirsən. Yarışımızda 13 nəfər qalıb. Hər oyunda 2 nəfər iştirak edir. Uduzan çıxır, qalib isə növbəti mərhələyə yüksəlir. Bu yarışlarda yalnız bir nəfər çempion adını qazanır. Və yenidən sizə Ustadlar Şurasını təqdim etmək istəyirəm. Azərbaycan meyxana sənətinin qarifeylərindən Ağa Səlim Çıldaq. Ən aktual şeirlərin müəllifi Baba Pünhan. Müasir meyxana ustası Ağa Mirzə. Bu proqramın aparıcısı Mübariz Əşkarov. Və şovmen, meyxana azarkeşi, məşdağalı Qorxmaz Əlili. Söz kiborqlarımızı dəvət etmək istəyirəm. Birincisi, Əhmədidən Akşin. Birinci iştirakçı Hacıyev Akşin. Son metro stansiyası olan Əhmədlidəndir. Bütün yollar isə ora gedir. Bu isə onu meyxanadan heç də çəkindirmir. 21 yaşlı Akşin 5 ildir ki meyxana deyir. Təxəllüsü Fatih. Topla nə işin var qardaşım? Qoy qalıb sən üçün. Kimlə değişəcəyi bilirsən? Adı Rəşad. Yasamaldan aşağı. İkinci iştirakçı Əmirov Rəşad. Yasamaldandır. Ən cavan iştirakçımız olduğundan başqa qeyri-adi heç nə yoxdur. Dağlı filmini və Christopher Lambert'i çox sevir. 16 yaşında Rəşad 3 ildir ki meyxana deyir. Təxəllüsü Dağlı. Salam qardaşım. Harada durmaq istəyirsən? Sən burada otursun. Rəşadı tanıyırsan? Belə üzdən tanıyıram. 11 sən ki, 10-16 yaşı var. O ən cavan, bizim proqramlarımızda ən cavan meyxana deyəndir. Meyxana yaşa baxmır. Amma yəqin ki, sənin üçün asan da olar. Onu bilmək olmaz ama. Görərik. Yarışımız bildiyiniz kimi 3 turdan ibarətdir. Amma bugünə heç bir bayram təsadüf etmədiyinə görə bizim mövzumuz heyvanlar aləmidir. Birinci turumuz Tut Gəldi adlanır. Demək, meyxanaçılarımız əvvəlcədən bu mövzuya hazırlaşıblar. Və onlar üçün biraz yəqin ki, asan olacaq. Çünki Tut Gəldi bir növ ev tapşırığıdır. Biz indi püşk nəticəsində kimin birinci deyəcəyini aydınlaşdıracağıq. Birinci cavandan soruşarlar. Bu Kennedy'dir. Bu isə Ağ Evdir. Kennedy ilə aran necə düyməkdir? Kennedy ilə aran necə düyməkdir? Olsun mənki evi. Kennedy ilə sən bıratqasan da onda. Kennedy seçirsən. Bıratqa da oyam ama. Kennedy səndir. Sən də Ağ Ev. Ya Kennedy. Ağdır. Kennedy. Kennedy alqışlar. Demək, Akşin birinci başlayır. Maestro, buyurun. Pələng güclü tülkü siyasetlidir. Pələng güclü tülkü siyasetlidir. Ayı qəzəblidir, qurt cəsarətlidir. Ayı qəzəblidir, qurt cəsarətlidir. Heyvanlar haqda tutmuşam qafiyə. Xəyalən gedək uzaq məsafəyə.
Bir eyvan boyda çatmaz zürafiye 8 metrəcən uca qametlidir 8 metrəcən uca qametlidir Pələng güclü tülkü siyasetlidir Ay qəzəblidir, qurd cəsarətlidir Çaqqala kim tay tutar ki pələngi Çaqqala tay kim tutar ki pələngi Heyvanların var kiçigi nəhəngi Ceyrancı yürmaraldı ən qəşəngi Meymun ey bəcərdi xəcalətlidir Meymun ey bəcərdi xəcalətlidir Ay qəzəblidir, qurd cəsarətlidir Pələng güclü tülkü siyasetlidir Bu məxluqatlar təbiət naxşıdır Bəzi insanlar da heyvan axşıdır 200'dir dostansa it yaxşıdır İt insana həmişə sədaqətlidir İt insana həmişə sədaqətlidir Pələng güclü tülkü siyasetlidir Ay qəzəblidir, qurd cəsarətlidir Dilini bilirsənsə çağır özündən Belə heyvan yoxdur fağır özündən Qarış qayık götürür ağır özündən Çəkiyə görə fildən də qüvvətlidir Çəkiyə görə fildən də qüvvətlidir Pələng güclü tülkü siyasetlidir Ay qəzəblidir, qurd cəsarətlidir Heyvanları bizə eləyir kömək Pişik sıçanı it oğru tutsun gərək Toyuq yumurtanı südü verir inek Qaz əti isə qışda ləzzətlidir Qaz əti isə qışda ləzzətlidir Pələng güclü tülkü siyasetlidir Ha, yeri var kardeşim, yeri var. Bravo. Deyəsən, yox. Deyəsən Qara müəllimin verişlərində çox baxmısan. Heyvanlarda hamısının adını çəkdin. İndi isə buyursun ən cavan iştirakçı Rəşad, maestro. Çox maraqlı heyvanlar aləmi vardır meşədə Heyvanların hər biri təbiətə yardır meşədə Çox maraqlı heyvanlar aləmi vardır meşədə Heyvanların hər biri təbiətə yardır meşədə Hiləgər tülkülərə doşan oldu həmişə şikar Tülkünün qorxduğu heyvandır pələnglə canavar Öz cəsarətinə görə hər heyvanın öz yeri var Ta əzəldən qoca aslan hökmüdardır meşədə Ta əzəldən qoca aslan hökmüdardır meşədə Çox maraqlı heyvanlar aləmi vardır meşədə Çox maraqlı heyvanlar aləmi vardır meşədə Elə ki qış gəlir meşədə bir sükut yaranır 3 ayı heç nə yemir, ayı piyinlə dolanır Bu zaman yuxuya gedir, bir də baharda oyanır Quşların cəhcəhi bildirir, bahardır meşədə Quşların cəhcəhi bildirir, bahardır meşədə Çox maraqlı heyvanlar aləmi vardır meşədə Heyvanların hər biri təbiətə yardır meşədə İlanın sürünməyinə baxmayın, hünərli olur Zəhəri dərman tök işlənir, çox dəyərli olur
Çox növü var ilanın, çoxsu da zəhərli olur. Gürzə ən zəhərli, ən qorxulu mardır meşədə. Gürzə ən zəhərli, ən qorxulu mardır meşədə. Çox maraqlı heyvanlar aləmi vardır meşədə. Heyvanların hər biri təbiətə yardır meşədə. Şeiriyat aləminin xatırlayarkən əzəlin, görərik ceyrana çox şair əsr edib qəzəlin. İstədim yadə salım mən də orman gözəlin. Öz gözəlliğinə görə cazibədardır meşədə. Öz gözəlliğinə görə cazibədardır meşədə. Çox maraqlı heyvanlar aləmi vardır meşədə. Heyvanların hər biri təbiətə yardır meşədə. Qəlbində səfarzusi niyyəti yoxdur tülkünün. Aslanların yanında cürəti yoxdur tülkünün. Hiləgərliyinə görə hörməti yoxdur tülkünün. Çünki o aranı vuran mərdi məzardır meşədə. Çünki o aranı vuran mərdi məzardır meşədə. Çox maraqlı heyvanlar aləmi vardır meşədə. Çox maraqlı heyvanlar aləmi vardır meşədə. Qırmızı kitabları heyvanların azdı sayı. Qırmızı kitabdakı heyvanların azdı sayı. Meşə bir-birinə degir nərəsin çəkəndə ayı. Adını çəkdiyim bu heyvanlardan savayı. Seçilən öz mərdliyi ilə canavardır meşədə. Seçilən öz mərdliyi ilə canavardır meşədə. Çox maraqlı heyvanlar aləmi vardır meşədə. Çox maraqlı heyvanlar Adı var. Və ekspert rəyi. İkisi də əla dedi. Adam qalı hansına düşsün. Hər isinə əhsən. Geri var. İndi ustadlardan xahiş eləyək ki, deyilən kəlamlara qiymət versin. Birinci kəlam Akşinindir. Buyurun. 5, 5, 5, 5, 3 bal. Və ikinci kəlamlar Rəşadındır. Buyursunlar. 5, 4, 5, 5, 3 bal. Birinci tura görə Səbinədən xahiş eləyək ki, qiymətləri bizə desin. Səbinə buyur. Beləliklə birinci turun nəticələri. Tut gəldi mərhələsində Akşin orta hesabla 4,6 xal, Rəşad 4,4 xal toplayır. Gəlsən Rəşadın cavanlığı biraz öz sözünü deyir amma. Amma ikinci tur var, al gəldi var. İkinci turu al gəldi adlandırmışıq. Bu mərhələdə bildiyiniz kimi söz pəhlivanlarımız bir-birinə qafiyə açacaqlar. Bağlananı əlbəttə ki, ustadlar müəyyənləşdirəcək. Buyurun, birinci Rəşaddır. Maestro, DJ, buyur. Həmişə aslan olub ormana sultanlıq edən. Bir nəhəng görməmişəm aslana sultanlıq edən. Həmişə aslan olub ormana sultanlıq edən. Bir nəhəng görməmişəm aslana sultanlıq edən. Bircə ölmə çarə yox, hər dərdin öz dərmanı var. İnsanın kamili var, cahili var, nadanı var. Belə bir məsəl var ki, hər aşığın dövranı var. İndi bilinəcək kimdir dövrana sultanlıq edən. İndi bilinəcək kimdir dövrana sultanlıq edən. Həmişə aslan olub ormana sultanlıq edən. Bir nəhəng görməmişəm aslana sultanlıq edən. Bir nəhəng görməmişəm aslana sultanlıq edən.
Qızları görüb mənim imkanımı, onsuz da keçirmişəm mən ay bala dövranımı. Sən ələm cavansan, kimsən alasan meydanını, yeganə ilahidir insana sultanlıq edir, yeganə ilahidir insana sultanlıq edir. Sən belə bir söz dedin, mən də bəyəndim sözüvi. Görmüşəm meyxanada bu fəlsəfə möcüzüvi. Rast ki bu meyxanada sultan sayırsan özüvi, onda gərək mən olum sultana sultanlıq edən. Onda gərək mən olum sultana sultanlıq edən. Həmişə aslan olub ormana sultanlıq edən. Bir nəhəng görməmişəm aslana sultanlıq edən. Mənim heç vaxtı qorxum yoxdur rəqib düşməndən. Mən də bir şair olub çıxmışam bu məskəndən. Nə qədər güclü olsun qorxum heç yoxdur səndən. Genə insan olacaq heyvana sultanlıq edən. Genə insan olacaq heyvana sultanlıq edən. İnsan nə gərək düşər qüvvələrə alçalsın. Sənə məsləhət verim yadında daim qalsın. Şeytanı qoymaqla qəlbində məskən salsın. Cihadla olmalısan şeytana sultanlıq edən. Cihadla olmalısan şeytana sultanlıq edən. Hələ mən görməmişəm aslana sultanlıq edən. Hələ mən görməmişəm aslana sultanlıq edən. İki kəlmə söz demişsən, burada sevinməsən. Çalış ki mən deyəndə sözləri daha dinməsən. Şah sultan da olsun dostum məsləhət öyünməsən. Şah da olsun sultan da məsləhətdir öyünməsən. O qədər gedibdi qəbristana sultanlıq edən. O qədər gedibdi qəbristana sultanlıq edən. Bu qədər çox deyildi əzəl kanalların sayı. Artır günü gündən də özəl kanalların sayı. Baxmayın ki çoxalır gözəl kanalların sayı. Yalnız aynəsti mavi ekrana sultanlıq edən. Yalnız aynəsti mavi ekrana sultanlıq edən. Hələ mən görməmişəm aslana sultanlıq edən. Özü başladı, özü də dedi. Hətta şeytanı da bağlamaq istədi. Hələ indi Akşin kağımları. Buyursunlar. DJ, please. Zəhər ataram ilan kimi, sən qaçarsan sıçan kimi. Zəhər ataram ilan kimi, sən qaçarsan sıçan kimi. Sən qaçarsan sıçan kimi. Toyxanada, ömrüm keçib qəmxanada. Səni bu gecə meyxanada qaynadaram qazan kimi. Qaynadaram qazan kimi. Zəhər ataram ilan kimi, sən qaçarsan sıçan kimi. Zəhər ataram ilan kimi, zəhər ataram ilan kimi. Salma adımı
cədvəlvə düşmərəm çəngəlvə. Bir banan verin əlvə, yeginən aranqutan kimi, yeginən aranqutan kimi. Zəhər ataram ilan kimi, sən qaçarsan sıçan kimi. Sözdə özünə karol deyir, gəlib mənə parol deyir. Miriş salam sağ ol deyir, harda görür açan kimi, harda görür açan kimi. Zəhər ataram ilan kimi, beyn edərəm qazan kimi, beyn edərəm qazan kimi. Zəhər ataram ilan kimi, zəhər ataram ilan kimi. Uzun deginən, olginan məcnun deginən, qafiyə uyğun deginən, gözlü döymə baran kimi, gözlü döymə baran kimi. Zəhər ataram ilan kimi, sən qaçarsan sıçan kimi. Bu ömrü sürdüm akşın, boş vadı hördüm akşın. Çələng bir hördüm akşın, səni çox gördüm akşın. Metrolarda çıxan kimi, metrolarda çıxan kimi. Zəhər ataram ilan kimi, beyn edərəm qazan kimi, beyn edərəm qazan kimi, beyn edərəm qazan kimi. Meydan bu şeytandı, söz deməyə imkandı. Denən hansı heyvandı, var kliskası xan kimi, var kliskası xan kimi. Zəhər ataram ilan kimi, sən qaçarsan sıçan kimi. Əcəb gözəl meydandı, bu laf qanla qəltandı. Səndi dügün aslandı, olub meşədə paxan kimi, olub meşədə paxan kimi. Zəhər ataram ilan kimi, beyn edərəm qazan kimi. Səhvdir öz günahıdır, bu sualının izahıdır. O şirdi meşə şahıdır, pəncələri qapan kimi, pəncələri qapan kimi. Zəhər ataram ilan kimi, sən qaçarsan sıçan kimi. Bütün arzuma yetmişəm, bütün arzuma yetmişəm. Çox meydanlara getmişəm, çox yalan söz eşitmişəm. Yoxdur bu cür yalan kimi, yoxdur bu cür yalan kimi. Zəhər ataram ilan kimi, beyn edərəm qazan kimi, beyn edərəm qazan kimi. Təntənəsən, anlamırsan təntənəsən, mənə ilişirsən gənəsən, mənə ilişirsən gənəsən. Nə olub tərs-tərs mənəsən, baxırsan kərgədan kimi, baxırsan kərgədan kimi. Zəhər ataram ilan kimi, sən qaçarsan sıçan kimi. Sənə demirəm cinayət et, Allahuva ibadət et. Qiymətlərlə müşayiət et, dur çal onu kaman kimi, dur çal onu kaman kimi. Zəhər ataram ilan kimi, beyn edərəm qazan kimi. Dər məsələ, onu da özüm edərəm belə. Sən də heyvan təsvir elə, ses çıxarsaq sağan kimi, ses çıxarsaq sağan kimi. Zəhər ataram ilan kimi, sən qaçarsan sıçan kimi. Qorxma mən sənə çataram, sən hələ bilmə ki yataram. Dəryova qırmaq ataram, səni tutaram sazan kimi, səni tutaram sazan kimi. Ataram ilan kimi. Mübarizə əlbəttə ki kəskinləşdi. Və görək mübarizə çox kəskinləşdi. İndi görək Ustadlar Şurası nə qiymət verəcəklər. Deməli, birinci Akşinin ballarını. Buyursunlar. 4, 4, 4, 3, 2. Və Rəşadın qiymətləri. Buyursunlar. 4, 5, 5, 5. Mübariz müəllim yenidən qulp qoydu. 3. İndi xahiş eləyək Səbinədən balları hesablasın.
Beləliklə ikinci turun nəticələri. Al gəldi mərhələsində Rəşad orta hesabla 4,4 xal, Akşin isə 3,4 xal toplayır. Və ümumi hesab. İki turun hükümlarına görə Akşin 8, Rəşad isə 8,8 xalı var. Və Rəşad irəlidədir. Deyəsən cavanları bir qədər irəli buraxmısan. Hər şey axırda məlum olacaq. Əlbəttə axırda ona görə ki, üçüncü turumuz indi başlayır. Klassik dəyişmə. Bu dəfə isə qafiyə papaqdan çıxır. Papaqda 5 dənə qafiyə var. Kirpi şaddır, ilan üstündədir. İlan fikirdən tikan üstündədir. İndi tülkülər var aslana bənzər. Gölməkə də çoxdur, okeana bənzər. Maşında var 50 atın qüvvəsi. Hər atda yoxdur bir atın qüvvəsi. Bülbülü bağ üçün yaradıb ilahi. Qartalı dağ üçün yaradıb ilahi. Şəhərdə parka girib nəzər salırsan haraya, rast gəlirsən keçiyə, qoyun quzu malqaraya. Çıxan qafiyədən heç kimin xəbəri yoxdur. Hətta mən eminim də. Buna inana bilərsiniz. Götürək bu gözəl xanım. Buyurun. Maşında var 50 atın qüvvəsi. Hər atda yoxdur qıratın qüvvəsi. Demək, maşında var hər atın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Hər atda yoxdur qıratın qüvvəsi. DJ, buyurun. Maşında var 50 atın qüvvəsi. Maşında var 50 Çox görmüşəm bu cür nə meydanları. Şairlərin yaxşıdır dövranları. Hoşlamıram heç bunu insanları. Qudurdur 5-10 manatın qüvvəsi. Qudurdur 5-10 manatın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Hər atda yoxdur qıratın qüvvəsi. Hər atda yoxdur qıratın qüvvəsi. Sözlə etkinlə izahi, haram malla eyləmərəm günahı. Dünya malına salmamışam tamahi. Məndə cəmdü kainatın qüvvəsi. Məndə cəmdü kainatın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Sən görmüsən Rəşadı çatmısan bura. Eşitdim bu paradı çatmısan bura. Əhmədlidən axadı çatmısan bura. Zordur sehirli xalatın qüvvəsi. Zordur sehirli xalatın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Hər atda yoxdur qıratın qüvvəsi. Həmşəsin söz deyəm, söhbət deyəm. Özüm bilirsən səndən qüvvət deyəm. Mən ələ maşından da sürət deyəm. Yalan şeydir avtomatın qüvvəsi. Yalan şeydir avtomatın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Gör bir hansı həyatdan danışırsan, bu fani kainatdan danışırsan. Mən üçün avtomatdan danışırsan. Məndə var topun qıratın qüvvəsi. Məndə var topun qıratın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Hər atda yoxdur qıratın qüvvəsi. Hər atda yoxdur qıratın qüvvəsi. Səndən aha yerə buraya gəlmisən. Qabaq zəifdün, indi düzəlmisən. Ay maşallah çox yeyib kökəlmisən. Məlum olur şirniyyatın qüvvəsi. Məlum olur şirniyyatın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Hər sözümü düz deyərəm ay Akşin.
Fəlsəfəm öz deyərəm ayaqşin. Sənə elə bir söz deyərəm ayaqşin. Ağzıvı bağlar peçatın qüvvəsi. Ağzıvı bağlar peçatın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Əlatda yoxdur qıratın qüvvəsi. Əlatda yoxdur qıratın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Mənə zillənibdi gözlərin, birazdan dəyəcək yerə dizlərin. Bala bala hələ qutarcaq sözlərin, məndə səvar ehtiyatın qüvvəsi. Məndə səvar ehtiyatın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Sən nə var düşmüşsən belə peşmişə. Yanımda körpə var, sənin şəklin jurnalda var, kirpi var. Cənnət cəhənnəm arasında körpü var. İnsanı doğrar siratın qüvvəsi. İnsanı doğrar siratın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Səni yedizdirib içirtərəm mən, öz xoşunla yanma gətirtərəm mən. Sənə elənçi şey yedirtərəm mən, çatmaz ona itçalatın qüvvəsi. Çatmaz ona itçalatın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Hardan götürmüşsüz bura burjuyu? Quyuya su tökməklə quyuya su tökməklə dolmayacaq quyu. Su tökməklə quyunun dolmaz suyu. Özümdə var şeiriyatın qüvvəsi. Canımda var şeiriyatın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Hər atda yoxdur qıratın qüvvəsi. Hər atda yoxdur qıratın qüvvəsi. Danış ginən sən mənə ustadından, danış ginən mən sənə ustadından. Xəbərdar dögülən istedadından, mənim adım çox üstündür adından. Məlum olur təxribatın qüvvəsi, məlum olur təxribatın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Biz deyirik meyxana ləzzətlidir. Şairlərin sözləri hikmətlidir. Şairlərin sözləri hikmətlidir. Elə qadın var kişidən qeyrətlidir. Çoxunda yoxdur salatın qüvvəsi. Çoxunda yoxdur salatın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Hər atda yoxdur qıratın qüvvəsi. Sən də avamsan, söz deyənsən, sən də şirin kalamsan. Belə görürəm çox ağıllı adamsan. Hardan gəlir həyatın qüvvəsi. Hardan gəlir həyatın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Əcəb gözəl meyxana hasil oldu. Əcəb gözəl meyxana hasil oldu. Şairlərin sözləri kamil oldu. Peyğəmbərə o Quran nazil oldu. Güclü oldu təbliğatın qüvvəsi. Buna yetirdi təbliğatın qüvvəsi. Maşında var 50 atın qüvvəsi. Hər atda yoxdur qıratın qüvvəsi. Söhbətin biraz maraqlıdır. Hamı görür burada kim ayaqlıdır. Sən, mən dediyim qüvvə yuxarı bağlıdır. Mən deyən qüvvə Allah'a bağlıdır. Onda cəmdir 7 qatın qüvvəsi. Onda cəmdir 7 qatın qüvvəsi. Yəni var qaldı. Artıq vəziyyət kəskinləşib. Məbləğ Ustadlar Şurasında da biraz çətin olacaq belə
sözlərə qiymət vermək. Dinləyək Ustadlar Şurasını. Bilirsən, burada yaş söhbəti var. Deyirsən, Gülşahın 16 yaşı var. Allah saxlasın. Yaşına görə çox yaxşı deyir. Hələ gələcəyi də var. Biraz da quvvalanar. Biraz da yaxşı deyər. Hələ Akşin də Allah saxlasın. Yaxşı deyirdi. Mən hələ ikisinə də bir qiymət verirəm. Ağa Səlim Çıldaq. Hər ikisi yaxşı idi. Akşinin ev tapşırığı daha güclü idi, ağıllı idi. Bir dənə bayaq Kərim burada dedi, amma bir balaca o təhqirami sözlərə xahiş edirəm. Yəni o lazım deyil də yer verməyə. Baxırsan baran kimi, o yəni yeri döyür o şeyləri. Bura bir toy döyür, bir şey döyür. Yəni bura ekrandır, o sözləri işləmək lazım. Baba Bülhan. Mən də ustaddan dediyini təsdiqləyirəm. Yaxşı dedilər ikisi də. Akşin nöqtəni lap yaxşı qoydu axırda. Bir dənə bizim qaqaşımız Rəşad bir yerdə qafiyədən çıxdı. Qıratda. Tığı onun axırı dıdı. Buyurun. Onun axırıdır. Ağa Mirzə. Mən bayaq qiymət verəndə gördüm, çoxları mənə təəccübdən baxır. Yəni qiymətdən mən 3 verdim, 2 verdim, ya 5 verdim, 4 verdim. Söhbət burada qiymətin fərqindən gedir. Kim hansı balda üstün olur. Yəni 3-2 verməkdə bunlar çox cavandılar. Dedim ki, yəni şər deməsən xeyir gəlməz belə bir məsələ var. Yəni qoy indidən bilsinlər ki, həyatda şər var. Əgər bunu nəzərə alsalar, bunlar sonrakı işləri də, yolları da uğurlu olar. Elə buna görə uğurlu yol arzulayıram sizə, məndən də inciməyin, mən elə həmən qiymətdə davam edəcəm. Qulp ustası Mübariz Əsgərov. Valla bu heyvanlarla əlaqədar o qədər gözəl Akşindir qafiyə açdı ev tapşırığında. Oğlanda mənə gəlir elə bu verişdən sonra Azərbaycanda ayın 28-də heyvanlar günü elan edirlər. Qorxmaz Əlili. Hələ qurtarmamışam sözü. Və bir də ki, mən bu cavanlara nə tövsiyəm var? Biz aktyoruq da, bizi birinci növbədə cəmaatdan ayıran fərqimiz diksiyamız, yəni danışıq aparatımız. Meyxananın da qüdrəti onun danışıq aparatına, yəni sizin danışığınızın sözün düzgün, dəqiq heycasına, hərfinəcən çatmasıdır. İkisinizdə də bilirsiniz, o oğlanda cavandır, biraz avazı zəifdir, biraz avazlı fikir ver, yəni o musikaliniq var. Ustadlardan bala-bala öyrənəcəksən. Sən də bayaqda mən qulağımı şəkləmişəm, qulaqda kamera baxar, deyir, qocarıq qoxmazı, ağır işidir. Diksiyonda biraz bir kinan, yəni o biraz çotquluq deyirlər ustalar, yəni dəqiqlik daha olsa yaxşı. Bir də siz deyəndə, siz o meyxananın mən üzr istəyirəm, belə bir qüvvəsi var ki, birinci 3 misrə dəqiq olmalıdır, sonra 3, sonra 4 həm qafiyə söhbəti. Birinci 3-ün nə gəldi, deyirsiniz, tək ki 4-cünün tezliyini uyğunlaşdırmaq üçün. O 3 dənanı boş buraxmayın, onun da qüdrəti var. Yəni o birinci 3 dənanın mənanı çox açın ki, 4-cü. O birinci ilə o tez bir söz mənim, sənim, mənim, sənimlə tez deyim ki, tez 4-cünə çatma olmasın. Yəni elə şeylərə fikir verin. Onda bu ustadlar niyə görə həmişə gözəl olublar? Həmişə o birinci 3 misrağının qüvvətli deyiblər, 4-cü ona möhür olub sözündə. Həm də 5-ci misrağının. Bütün misraların qüvvəti var. Can sağ olun. Qorxmaz Əlili. Məsələn, o deməli, şəxsin özünə, məsələn, sən ona deyirsən, o sənə deyir. Yəni, elə şey məna tapmaq ki, hamısına aid olsa, o daha yaxşı olar. Yəni, bildiniz, daha yaxşı olar da hamısına aid olsun. Amma məsələn, mən sənin gözlübə deyirəm, yəni sözlübə, özlübə, kostyumba, ayaqqabba, o da sənə. Yəni, bu fərdi olur da, ikisini atır. Bu ümumi məna olsun, daha gözəl olur. Ümumi hamısı yaxşı. Ustad sözü, Baba Pülhandan. Buyurun, birinci Akşinin qiymətləri. 5, 4, 3 bal. Və Rəşadın qiymətləri. Buyurun usta. 4, 5, 4 bal. Hadi. 16 yaşına baxmayaraq meyxanada rəqibini nokaut vəziyyətinə qoyan Rəşad, alqışlar! Gəlir.
Knockout olduğu üçün biz Səbinəyə müraciət eləməyəcəyik. Çünki bizə xalq fərqi bu dəqiqə lazım deyil. Amma xalq fərqinə də gəldikdə isə Rəşad yenidən qalib oldu. Rəşadı alqışlayaq. Sağ ol qardaşım, səni təbrik edirəm. Dedi ki, gəldi və dedi. Dedi və getdi. Getdi ki, yenidən gəlsin. Sağ ol Rəşad. Varsa sözün meyxanı deyəsin. Qorxma dostum, durmuşam köməyində. Varam sənin arzunda, diləyində. Qoyma sözün ki, qalsın ürəyində. Varsa sözün meyxanı deyəsin.